Salam hörmətli izləyicilərimiz, o şəxsi tikili ev istəyirdiniz ha. Onu tapıb çıxarmışsınız. Qardaş gəldi, dedi ki 530-un içində şəxsi tikili evini satıram. Yəni qubçalıdır, fərdi yaşayış təyinatlıdır. Evə xeyli xərc qoyub hörmətli izləyicilər. İndi sizə göstərəcəm hörmətli izləyicilər. Bax, evimizin bu tərəfdə də məsafəsi var. Bu tərəfdə də məsafəsi var. Sanayın ən gözəl yerindədir. Bu Gəncə kəndiri var, Heydər Əliyev prospekti. Ora 1 kilometr məsafədə yerləşir. Yanından da 522 Sumqayıt marşrut. Düz evin yanından 522 işləyir. Baxın. Evimizin maşallah damı ən bahalı damdır. Finski şifer vurulub ən bahalı. 60-ın 40-a fundamenti, 20-nin 40-a kəməri. Mən deyərdim, 20-nin 40-a deyib, bəlkə 60-a kəmər. Çünki burada kəmərin böyüklüyünə baxa bilərik. Gəl. Gəl hörmətli izləyicilərimizə göstərək. Tam şeriyyətlə. Evimiz bütün birinci mərtəbə 20 santı, 20 santı. Düzdür qardaş? 20 santı. 20 santı. Satdım monolit betonla, qoşa daşla da şəxsi özünə tikirlər. Hamısı məhəllələr 2 mərtəbəli evlər hörmətli izləyicilərimiz. Girən kimi buradan dəhliz sistemidir. Bir buradan koridor sistemi qoyurlar. Qardaş santexnik işini həll edir. Bax, burada bütün santexnik işlər, şikatur işi, hamısı qutarır. Mən çoğunu qoya çək göstər. Bax, qardaş bir dənə şeylər. Bax, bir də bunun işıq sisteminə 7000-ə yaxın pul qoymuşam. Baba, göstəricilərinə qədər. Deyirlər, kabeli nə bilir, Vorsan firması almışam. Variyanə kimi var. Variyan nə? Variyan. O nədir? Otağa girəndə yandırsan, yerində uzananda söndürürsən. Variyan sisteminə qədər var. 7000-ə qədər xətt çəkib. Tok sisteminə. Buradan girəndə bir dənə böyük bir dəhlizlə qarşılaşılır. Orada sanuzel var idi, bəs bura nədir? O da eyni ilə eyni. Bir dənə sanuzel buradadır. Bir dənə sanuzel hörmətli buradadır. Yenə, bunun bütün xəttləri zaten hamısını çəkilib. Özdə baxıram, ən bahalı rolu ilə metrəklə işlənilib. Burada da bax, bir dənə otaq buradadır. Burada da şifanenin yeri deyəsən. Yuvardan şkaf yeri var. Burada şifanenin yeri nəzərdə tutulur. Modern üsulda şəbəkə pəncərələr Binkausdur. Binkausdur pəncərələr. Binkausdur 7 yarım. Ən bahalı pəncərələri Binkaus. Özü Karitsevi deyinki bahalı olur hörmətli izləyicilərimiz. Mən işıq sistemi, mən bir dənə zəhmət edirəm. Burada tablokda göstər. Bunlar qardaş nələrdə tapıblar? 1, 2, 3, 4. Bunlar hamısı işıq sistemi. Qənaət olunmuyor. Burada hətta şifanerin hörmətli izləyicilərimiz işığına qədər atılır. Yəni burada hörmətli izləyicilərimiz əlavə nəyəsə qənaət edir. Müasir qardaş dizayneri gətirib, dizayneri çəkdirib. Baxlar bir dənə yataqlardır. Buna da istiqol nəzərdə tutulur. Bax, buna da eyni fərqində şifanerin yeri. Bax, buna da tok sistemi qoyulur. Mən 7000 xətt çəkdirdim. 6000-dən 7000 çox olar. Həmin, bax, şifanerin bir dənə göstər. Hörmətli izləyicilərimiz, şifanerə qədər tok sistemi çəkdirdim. Yəni, xeyli pul qoyulur. 2-4-ün haqqını yeməkdən o evlərdən bilir. Bütün ev monolitdir, istiqol nəzərdə tutulur. Yəni, müasir üsulunda bunlar da istiqlarlarını, pəncərələrin qıraqlarını almışam, pəncərələrin qıraqlarını vurulacaq. Və görün, damın açıldığı ilə qəşəkdir, hörmətli izləyicilərimiz. Hamısı sıx atlı taxtalar, qanuni evdir bildiyiniz. Buradan da keçirik, buradan keçirik, buradan gəlirsən. Kombi otaqdır, bura kombi otaqdır, hörmətli izləyicilərimiz. Burada bir dənə terrası var. Gizlin terrası axtaran var, o sakitçiliyi axtaranlar var ama bundan bahalı taxta vurublar, nə vurublar. Terrasdır bura, burada da ağaclardır, bağça tərəfidir, hörmətli izləyicilərimiz. Bura nədir? Mətbəxdir. Burada terrasdan, ayda hörmətli, Amerikan kinolarında olur mətbəxləri. Bax, mətbəxdən terrasa çıxış qoyurlar, hörmətli izləyicilərimiz. Gəl, baxın. Süper, süper. Bir dənə zəhmət olsa, oradan göstər, baxsınlar. Gəl bir dənə zəhmət olsa bura. Buradan bir dənə tavanı göstər, mən bir şey göstərmək istəmirəm. Bunu izolyasiya edir, daş yumruqdan baxa bilərsiniz. Buranı çox keyfiyyətlə izolyasiya edir. Burada da belə zal var, hörmətli izləyicilərimiz. Bilirəm də Amerikan şey deyirlər, zal, mətbəx, terrasa çıxış, pəncərələr hamısı geniş, Binkaus pəncərələrdir. Yəni mənim fikrimcə bu evi havayı qiymətə, ucuz qiymətə verir. Yəni real alıcıya endirim olunacaq, buyurun zəng edin.